Sabahınız xeyir olsun. Bu da bizim Svetariyanalarımızdır. Vəziyyət görürsünüz. Yəni şükürlər olsun. Heç buraya ümumiyyətlə gəlib getməmişəm. Ancaq elə proqramı yazıb vermişəm. Svetariyanalarımızda şükür Allaha. Vəziyyət əladır. Yəni konkret olaraq heç nəzarət belə eləməyə vaxt olmayıb. Bura əsasən tozlayıcısız bağlarla əlləşmişəm. Vəziyyətimiz Svetariyanalarda gördüyünüz kimi belədir. Siz günortadan sonra üçün sizə bir də Regina bağımızdan çəkiliş edəcəm. Onun da tozlayıcısı yoxdur. Və eyni belə bir Svetariyananın bağı ilə eyni potensialda meyvə tutumu əldə olunur. Onu da görməyə günortadan sonra üçün hazırlaşın. Özüm üçün də şok nəticədir. Meyvə tökülməsi barədə də inşallah zamanında məlumat bölüşəcəm sizinlə. Bu bizim Svetariyana bağımızdır. Yəni bura konkret ancaq proqramla. Özüm gəlib çıxmamışım. Yəni ancaq proqram verilib. Ki bu işlər görülsün, bu işlər görülsün, şəkillərlə idarə olunub və çox da gözəl nəticə alınıb. Yəni heç gözləmədiyim nəticəni əldə eləmişik. Bu nəticəni mən şəxsən özüm gözləmirdim. Yəni ağaclarımızın budaqları hamısı doludur. İnanmıram burada tökülmə baş verir. Yəni töküləcək bir meyvə görmürəm burada mən. Yəni baxın hamısı meyvədir. Bütün budaqlarımız, yəni söhbət bir ağacdan getmir. Svetariyananın demək olar ki, bütün budaqlar hamısı doludur. Mən bax bu bağla sizə bircə dənə sual vermək istəyirəm. Ötən il mənim verdiyim tövsiyə üzrə 600 qram, 700 qram, 1 kilo 200 qram amafos verənlər bugünkü nəticəsini bölüşə bilərmi bizlə? Yəni həqiqətən keçənləri kimlərisə allatdımsa, qoy hamıya bəlli olsun ki, kimlərisə allatdım da. Yəni o 50 qram, 30 qram amafos verənlər var idi ki, deyirdilər 50 qram ver, bəsdir. Mən də deyirdim 1 kilogram verin. Həmin o nəticələr barədə kimsə fikirlərini bölüşə bilərmi? Və yaxud çəkiliş eləyib ata bilərmi? Görək o yüksək doza amafos kimi hansı zərərə saldı? Bax bu yüksək doza amafosun nəticəsidir. Yüksək doza deyil, yəni normasında da bu bağda torpaq analizi ilə işlənilib. 670 qram ağac başına amafos verilib. Mən keçən il, bu il qışda kimlərə amafos tövsiyəsi vermişdim. Həmin amafos tövsiyəsindən kimlər zərər gördü, zəhmət olmasa fikirlərini bölüşsün. Qoy gələn ildə insanlar mənim vasitəmlə zərər görməsinlər. Belə. Başqa Svetariyana bağımızdır. Bu da ayrı bir yerdir. Yəni ayrı-ayrı yerlərdə yerləşir. O başqa kəndidir, bu da başqa kənddir. Burada da vəziyyət, yəni gördüyünüz kimi eyni nəticədir, amma orada daha yaxşı idi. Burada biraz tutmayanlarımız da çoxdur. Çünki bura biraz erkən çiçək açmışdı. Aslında burada daha yaxşı tutmalıydı. Amma yekunda orada daha yaxşı tutub. Belə. Baxın bu dağlarımızın hamısı doludur. Hansı ağaca yaxınlaşsan hamısı doludur. Belə. Bu da bir başqa Svetariyana bağımız. Hansı ağaca yaxınlaşsan üstü dolu meyvədir. Allah bərəkət versin hamının bağına, hamının əziyyətini yaxşı bir şəkildə mükafatlandırsın. Biz də onun içində. Görürsünüzmü? Hamısı full tutub da full. Buna deyirlər full tutub. Belə. Budaqlara baxın. Ağzına kimi doludur. Yəni budaqda yer yoxdur konkret. Belə. Yəni sizcə bu tökülə bilərmi? Tökülən tökülüb də onsuz da yəni tökülən görünür ki
Tökülən tökülüb də. Bundan artıq nə töküləcək ki? Mən bura gəlib çıxmamışam, amma indi boşluğa çıxmışam gəzməyə. Sizin üçün də fotolarını çəkirəm ki, tanış olsunlar hamı.